Salam əzizləyicilər, hər vaxtınız xeyir. Bugünkü qonaqlarımızlardan biri BMW X5 F15 modelidir, biri isə G05 2022 modelidir. Hər iki avtomobildə ümumi qulluq üçün bizim yanımıza yaxınlaşdılar. Bu avtomobili gecə avtomobil sahibi gətirdi, qoydu bizim servisə və dedi ki, qardaş, mən Gəncə şəhərindən gəlmişəm, avtomobildə ümumi yoxlanış eləyin, nə problemlər varsa aradan qaldırın, mühərrik yağına tutmuş, transmisiya yağına qədər, elektrik işlərinə qədər bir çox işlər var, onları görəcəyik inşallah. Bir neçə yerlərdə batıqları da var ki, beskaska boya dəymədən PDR vasitəsilə onları da çıxardacaq inşallah. Bundan əlavə olaraq bu gördüyünüz BMW C05 modeli isə 3 motor B58 mühərrikdir və avtomobil sahibi dedi ki, qardaş, mən heç bu maşını alanda belə ölkədə yox idim və uzun müddət ki, maşın qalıb qarajda, sürülmür. Gətirib qoyuram yanıva, gün ərzində bax, yoxlanışını elə və görə avtomobildə nə problemləri var. Avtomobilin bütün hər bir şeyini yoxlamışıq. Askı sisteminə, yəni perdokundan tutmuş hər bir şeyinə qədər. Perdok sistemi çox yaxşıdır, ideal vəziyyətdədir, heç bir problem yoxdur. Bundan əlavə olaraq avtomobildə 8 ədəd kuza hissəsində, yəni bu gövdə hissəsində batıqları var ki, onları da boya dəymədən PDR vasitəsilə, beskaska vasitəsilə aradan qaldıracağıq, batıqları çıxardacağıq. Təbii ki, bunların hamısında 20% endirimimiz var. Xidmətlərdən, endirimlərdən yararlanmaq üçün tələsin. Və bundan əlavə olaraq isə bu avtomobildə biz yanacaq siləyiciləri, farsonqalardır, alışma şamları, sveçalardır, onları dəyişimi edəcəyik. Mühərrik yağı dəyişimi olunacaq. Bir neçə elektrik problemi var, onlar aradan qaldırılacaq və bu avtomobildə 4 ədəd açarsız daxil olma var, 1 ədəd açarsız daxil olma işləmir. Onu aradan qaldıracaq. ABS sistemində xəta var, airbag sistemi xəta verir. Bu bütün problemləri aradan qaldırıb müştəriyə təhvil verəcəyik. Əzizləyicilər, kim ki avtomobilində problemlər var, ümumi qulluq istəyir və yaxud da ki olan problemləri aradan qaldırmaq istəyir, bizim servis seçib yaxınlaşa bilərlər. Markasına, modelinə asılı olmayaraq bütün BMW-lərin F və G seriyalarından hər birisinə xidmət göstəririk. Təşəkkürlər, izləmədə qalın.